Herkese salam. Kanalıma videoma hoş geldiniz. Bugün sizinle 5. gün vlogunu çəkəcəm. Bugün yani tam qərarlı dırnaq elətdirəcəm. Saat 6'da gideceğim. İndi sizdən gəlirəm. Artıq məktəb bitdi, canım qurtuldu. Burada 4. gün vlogunu atacağım. Ama biraz çok işim olduğu için atamamıştım. Bugün gidip atacağım. Sabah da 5. gün vlogum. Hele atacağım. 35 abone olmuşuq. Biraz artıq ürəklərinizi hamısı çox istəyirəm. Yaxşı ki varsınız. Yəni mənim kimi belə insana takip edirsiniz, yəni abunə olmuşsunuzsa, ümid edirəm ki, kim mənə abunə olsa yazsın yorumlar, mən də ona abunə olum. Yəni heç bir zərarı yoxdur. Ekran yenə pisdir. Bugün sınıfda sadəcə 7-8 dəfə gəlmişdi. Heç bir şey olmasın. Ne dəxil? Əsas o getmişəm. İndi isə evə gedirəm. Az qaldı. Sonra yemeğimi yiyeceğim. Yavaş hazırlaşacağım. Saat 6 kimi. Ondan sonra dırnağa geçeceğim. Ne güzelsiniz. Herkese salam. Kaldığımız yerden devam edək. Bəli, mən axırıncı dəfə bir şey edirdim, amma bilmirdim. Bu arada mən dırnağa giderken videosu çəkməmişəm. Yəni bunun da səbəbi zatkam az olduğu üçün çəkə bilməmişdim. İndi sizə göstərəcəm. Necə qəşəng oldu, mən xoşuma gəldi. Tabii geçelim. Yəni bunu edən, yəni usta da deyirlər, yəni bir şey deyim. Ustam, yəni dırnaq ustası çox qəşəngdir. Hətta mənim yaxınımdır və onu çox istəyirəm. Çox qəşəngdir. İnşallah onda qarşısına çıxar bu video. Baxın, belə bir şeydir. Dırnaq 10 manata məndə çox gözəldir. Mən bəyəndim. Saat 6'da getdim. Hətta indi qurtardım demək olar ki. Yəni az olar gəldim evə. Yəni çox qəşəng oldu. Düzdür, biraz vaxt keçsə də 2 saat keçsə də 1 saat keçsə də çox qəşəng oldu. Əməyinə sağlıq, çox qəşəngdir. İndi isə birazdan bir yerə gedəcəyəm, amma bilmirəm mən də. Mamamın dostu getsə deyəsən. Onun səbəbi lüstür verəcək. Yəni aparıb verəcəkən orada qonaqlar kimi oturacaq. Qonaq gedəcək elə bir şey. Sonra da bugünlərin məktəb bağlanı canımız qurtuldu. Sabah da son zəngdir. Geçən də getməyəcəm. Çünki mənlik bir şeydir. Çox qəşəngdir. Dırnaqdan gözümü ala bilməm. Çox qəşəng oldu. Əsasda burada ürəklər var belə. Düzdür, biraz uzundur. Hani uzun olması mənim üçün yaxşı, yəni uzun yaxşıdır. Yəni qısa olarkən nə dəxli var, onun sözünü düzələ bilərəm, qısa. Amma uzun daha yaxşıdır. Çox qəşəngdir. Neysə. Özünüzü çox gözləməyin. Bunu da qoyuram da. İndi isə dostlar, biraz hazırlamaq istəmirəm də. Çünki birazdan yemək yiyəcəm. Yəni indi daha doğrusu yemək yiyəcəm. Həmişə videoda düşür yemək. Az bir şey olmaz. Telefon çəkir. Yəni bunun üçün dəxlisi yoxdur. Yəni oje dırnaq qoydurdumsa bundan sonra ancaq dırnaq qoyduraram. Video özünün sonunda heç bir şey olmaz. Çünki buna dəxlisi yoxdur. Çünki yəni məktəb nələrdir? Yəni məktəbə dırnaq gedirəm. Məsələn, bax bunun biraz qısasını etdirib gedəcəm məsələn, heç bir şey olmaz məktəbə. Çünki yəni mən dırnaq qoydumsa, yəni bundan sonra hamı kimi dırnaq qoyduracam bundan sonra. Yəni bir dəxlisi də yoxdur. Tək mən o boyda ildə mən sadəcə il gözləyəcəm ki, yəni 3 ay gözləyəcəm, 3 ay mən boyunca sadəcə dırnaq qoyacam. 3 ay boyunca. 90 gün boyunca mən sadəcə dırnaq qoyacam. 90 gün. Bu mən səbəbim satmaz, olmaz. Geçən öyle məktəb vaxtı olsun, nə vaxt olsun, yenə qoyduracam. Ne deyirlər, kimdə də ki mənəsə deyirlər. Mən də sizə qoydum. Məsələn, özüm deyə dükana dırnaq qoyduruq. Məsələn, əqqab giyinmədim. Əqqab giyinən kimi çıxırdı. Başqa bir şeydən kimi çıxırdı. Məsələn, belə giydim, çıxırdı. Amma baxın, əqqab da giyindim bundan. Qəşəng bax bu barmağımdan əqqab giyindim. Problem də yoxdur. Qəşəngdir, belə bəmbək. Çünki ustam çox qəşəngdir. Çox qəşəng edibdir. Yəni əllərinə sağlıq yenə deyirəm. Çox qəşəngdir. Mənim xoşuma gəldi şəxsən. Yəni hətta onu da bir bəyəndiyini düşünürəm. Çünki orada çox demişdim ki, sənin zövqün daha çox qəşəngdir.
İnşallah Allah səni sevindirsin. İndi isə hər gün dırnaqlara baxacağam. İlk dəfə qoymuram dırnaq. Yəni təbii çox belə alıb yapışdırmışam dırnaq. Amma səbəb yapışdırmamışam. Səbəb protez qoymuşam. Əslində dairə formasını edəcəydim və qısa edəcəydim, amma uzun və kvadrat etdim. Heç bir şey olmaz. Əslində dedim ki, pis olacaq, yəni qısa etdirsəm, dairə etdirsəm. Əslində bunların ikisini düşünmüşdüm. Sonra dedim ki, mən neyirəm dairəni, neyirəm qısanı. Qısa olmasa özünü uzadır, özünü qoya bilərdim, yəni qısanı. Və dairə də ki, hər dırnaqda olur da, yəni dairə hamı edir dırnaq dairəsini. Amma mən istədim ki, kvadrat olsun. Aynı bir qərar əldə dedim ki, bu boyda uzun dırnaq və kvadrat. Aynı qərardan dedim və etdim. Bu arada evdə də biraz uzaqda olsa, amma çıxış oldu. Yəni, əslində deyək ki, yəni, yaxın idi, piyada getmə bir yoldu, yaxındır. 1 saat yarım falan vaxt çəkir. Çünki o qədər tez edəcəm, amma diqqət edir. Bizə uşaq üçün əllər və diqqət edir. Şəxsən mən əlim uşaq üçün deyirəm. Onunla o qədər diqqət edir ki, mən şəxsən xoşuma gəldi. Məncə çox qəşəngdir. Yəni, böyükləri düşünmürəm. Sadəcə orada bir dənə törpülərkən biraz ağırtmışdı. Yəni, orada törpülərkən belə edərkən orada biraz ağır var idi. O da hansı dırnağımda bu başıma baxardı. Ama hiçbir şey olmaz. İtledim. Dostlar, ben indi biraz bir şey ettim, geldim. Dibindeyim. İndi sabah yiyirəm. Bu arada dostlar, mən 4-cü vloqunu atamamışam. Yəni, daha doğrusu atmayacağım. 4-cü vloqun yerine 1-ci vloqunu atasam üzr istəyirəm. Amma hiçbir şey olmaz. İndi de akşam da video çəkməyəcəm. Sabah görüşəcəyik.